Allah Azza və Cəllə iman edənlərə öz aralarında çəkişməni qadağan eləyir. Yoxsa nə olar? Qorxuya qapılarsınız və gücünüz gedər, qüvvətiniz gedər. Təsəvvür eləyin ki, kafirlərə qarşı belə edilməsi icazəli olmayan halları bu gün müsəlmanlar bir-birinə tətbiq edirlər müzakirələri əsnasında. Yəni sanki Allah Teala ixtilafı caiz buraxaraq çəkişməni qadağan eləyərək müsəlmanlarda olması gərəkən ixtilaf əxlaqını öyrədir onlara. Müsəlmanlar niyə maddi dəstək olur bu insanlara? İslami dəvət qüvvətlənsin deyə. Cəmiyyətdə bir münkər daha azalsın deyə, cəmiyyətdə İslam qüvvətlənsin deyə. Təsəvvür edin ki, müsəlmanların maddiyyatı ilə bu niyyətlə yetişdirilmiş insanlar dəvətin güclənməsindən daha çox dəvətin zəifləməsinə xidmət edirlər. Məsələ etiqad həssasiyyətidirsə, etiqadın zirvəsi tövhid və axirət məsələsidir. Sənin nə qədər etiqad həssasiyyətin olduğun elə buradan görünür. Etiqad həssasiyyəti olan insan göz görə-görə cəhənnəmə gedən bu topluluğu qurtarmaq üçün çalışır. Və Allah Azza və Cəllənin kitabında bizə öyrətdiyi şəkildə dua eləyərək deyirik ki, ey Rəbbimiz bizi və bizdən öncə iman edən qardaşlarımızı bağışla və iman edənlərə qarşı qəlblərimizdə kin saxlama. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu vəsselamu alə Rasulillah. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, mömin digər mömin üçün bir-birinə sıx keçmiş möhkəm binalar kimidir. Hədisi Buxari və Müslim rəvayət etmişdir. Bu qeyd etdiyimiz hədisdə Allah Rasulü sallallahu aleyhi və səlləm bir bənzətmə üzərindən möminlərin arasında olması gərəkən münasibəti bizə çatdırır. Bir çox hədisdə olduğu kimi bu hədisdə də Allah Rasulü bir bənzətmə zikr edir. Allah Rasulü sallallahu aleyhi və səlləm bu hədisində möminlər arasında olması gərəkən münasibəti bir binanın halına bənzədir və hədisi rəvayət edənlər bildirir ki, Allah Rasulü bu bənzətməni eləyərkən əlini bir-birinə sıx şəkildə keçirtdi. Yəni möminlər arasında olması gərəkən münasibət budur. Bu şəkildə olmalıdır və hədisdəki bina bənzətməsi üzərində düşünəcək olsaq, hər hansı bir tamamlanmış bir tikili düşünək, bir bina düşünək. O tikilinin içərisindəki bütün detallar binanın ayaqda durması üçün önəmlidir. Yəni hər hansı bir tikilinin içərisində fərqli-fərqli materiallar istifadə olunur və o bütün detallar bina üçün önəmlidir. Ona bina demək üçün, tikili demək üçün bütün detalların olması lazımdır. Amma o detallar, o materiallar binadan kənar bir yerdə tək olaraq bir şey ifadə eləmir. Yəni daşlar üst-üstə yığıldığı zaman və digər materiallar da olduğu zaman ona bina deyirik. Amma daş kənarda tək başına bir dəyər ifadə eləmir. Və Allah Rasulü da bu bənzətmə üzərindən sanki bizə bunu çatdırır ki, möminlər bir olduğu zaman onlara ümmət demək olur. Amma tək-tək kənarda olduqları zaman, aralarında sevgi, yardımlaşma yetəri qədər olmadığı zaman binadan qopmuş daş kimi hər hansı bir dəyər ifadə etməzlər. Və necə ki, bina olmaq üçün daşlar bir-birinə möhtacdırsa, möminlər də ümmət olmaq üçün, bu dində sabit qalmaq üçün, bu dini yaşamaq üçün bir-birlərinə möhtacdırlar. Ümumiyyətlə, insan normal şəkildə həyatını davam etdirməsi üçün başqaları ilə münasibət saxlamağa möhtac bir varlıqdır. Yəni, insan tək olaraq çox qala bilmir və xüsusən də mömində bu şəkildə olmalıdır. Çünki diqqət etsək, biz İslama girərkən şəhadət gətirərək İslama giririk. Allahın təkliyinə və Muhammedin Allahın qulu və elçisi olduğuna şahidlik eləyərək İslama girmiş oluruq. Bizim şahidlik kəlməmiz, şəhadət kəlməmiz daha doğru ifadə ilə tək ifadə etdiyimiz bir şeydir. Əşhədü ən la ilahə illallah deyirik və əşhədü ənə Muhammedən abduhu və rasuluhu deyirik. Yəni tək olaraq bunu zikr edirik və biz özümüzü tək olaraq zikr eləyərək İslam dairəsinə girmiş oluruq. Amma İslam dairəsinə girdikdən sonra uca Allahın əmrləri üzərimizə gəlir artıq. O uca Allahın bir müsəlman üzərindəki ən böyük əmri də namazdır. Və biz namaz qıldığımız zaman olmazsa olmaz Fatihə surəsidir. Fatihə surəsinin bəlli bir qismi münacatdır, duadır, Allaha halı və ərz etməkdir və biz Fatihə surəsini oxuyarkən tək namaz qılsaq belə İyyəkə nə'budu və İyyəkə nəstə'in deyirik. Biz sənə ibadət edirik, yalnız sənə ibadət edirik və biz yalnız səndən yardım istəyirik deyirik. Yəni artıq İslam dairəsinə girdiksə, mən olmaqdan çıxırıq, biz oluruq artıq. Yəni sən artıq tək deyilsən, sən fərd deyilsən. Sən böyük bir cəmaatın mənsubusan artıq. Allah Azza və Cəllə hər namazımızda o bizi dedizdirərək bizə sanki bir ümmətin fərdi olduğumuzu, bir ümmətə, bir cəmaata, bir yerə aid olduğumuzu zehnimizdə, şuurumuzda canlı tutmağımızı murad eləyir. Və müsəlmanlar Allah Rəsulunun bu hədisində bildirdiyi kimi bir olduqları zaman Allahın rəhməti, bərəkəti onların üzərindədir. Müsəlmanlar bir olmadığı zaman üzərlərinə zillət gələr. Necə ki, Ənfal surəsinin 46-cı ayəsində Uca Rəbbimiz buyurur ki, ey iman edənlər, bir-birinizə çəkişməyin. Allah Azza və Cəllə iman edənlərə öz aralarında çəkişməni qadağan eləyir. Yoxsa nə olar? Qorxuya qapılarsınız
və gücünüz gedər, qüvvətiniz gedər. Allah Azza və Cəllə iman edənlərə aralarında ixtilaf etməyi qadağan etmir. Çünki ixtilafın qadağan edilməsi normal bir şey olmaz. Çünki bir yerdə insan topluluğu varsa və o insanlar düşünən insanlardırsa, illaki ixtilaf olması qaçınılmazdır. Amma Allah Azza və Cəllə çəkişməni qadağan edir. Yəni sanki Allah Teala ixtilafı caiz buraxaraq çəkişməni qadağan eləyərək müsəlmanlarda olması gərəkən ixtilaf əxlaqını öyrədir onlara. Necə ki biz baxırıq ki Allah Rəsulu sallallahu əleyhi və səlləm əshabını bu cür yetişdirmişdi deyə sahabələrin o xas kadr olacaq təbəqəsi içərisində də ixtilaflar olsa belə o ixtilafın müəyyən əxlaqi qaydalarını gözləyirdilər. Təbii ki, istisna hallarda müəyyən hallar olmuşdu. Bu ayrı. Çünki sahabelər də nəticədə insan idilər. Amma biz diqqət etsək, Allah Teala kitabında və həmçinin Allah Rəsulu hədislərində o ixtilaf əxlaqını bizə öyrədir. İxtilaf əxlaqı dediyimiz şey necə bir şeydir? Yəni sən birisi ilə eyni düşünmürsən deyə o sənin düşmənin deyil. Sən onunla ən ağır məsələləri belə oturub aqressiya olmadan mədəni şəkildə müzakirə etməyi öyrənməlisən. Hətta biz diqqət etsək, bizim kimi inanmayanlar, yəni qeyri-müslimlərlə belə bizim müzakirələrimizdə gözləməyimiz gerəkən bəlli qaydalar var. Kitabımızda və Allah Rəsulunun sünnəsində buna dəlalət edən bir çox ayələr və hədislər var, naslar var. Hansı ki biz dinimizin hökmlərinə baxdığımız zaman ən azlı, ən sərt kafir və müşriklərlə belə ixtilaf etdiyimiz məsələlər danışarkən gözləməyimiz gerəkən qaydalar var. Təsəvvür eləyin ki, kafirlərə qarşı belə edilməsi icazəli olmayan halları bu gün müsəlmanlar bir-birinə tətbiq edirlər müzakirələri əsnasında. Və Allah Azza və Cəllə bunu bizə qadağan edir və buyurur ki, ey iman edənlər, bir-birinizlə çəkişməyin. Nə olacaq çəkişsəniz, o zaman gücünüz gedəcək. Və bu ayə həqiqətən də həm tarixin əksər dövrlərində yaşanmış bir halı bizə çatdırır. Yəni əksər dövrlərində dediyimiz nədir? Müsəlmanlar nə zaman bir olublarsa, Allahın rəhməti, bərəkəti və izzəti onların üzərinə olub. Müsəlmanların parçalandığı zamanlarda da zillət üzərlərinə gəlib. Necə ki müsəlmanlar güclü günlərində Şimali Afrikanı fəth edib, oradan Avropanın sərlərinə doğru irəliləmişdilər. Amma Əndəlüsün son dövrlərini oxuyanlarınız, dinləyənləriniz bilirlər. Xırda, yəni İspaniyada müsəlmanların son bir əsri demək olar ki, daxili savaşlarla keçib. Və nə oldu? O daxili savaşlar nəticəsində 7-8 əsr olduğun torpaqlardan bir müsəlman qalmayacaq səviyyədə çıxarıldı müsəlmanlar. Hansı İspaniyada müsəlmanlar uzun müddət qalmışdı. Amma o məşhur bildiyiniz Reconquista hərəkatı nəticəsində elə vəziyyət gəldi ki, Əndəlüsdə, yəni o İspaniyada bir müsəlman qalmayacaq səviyyəyə gəldi. Təbii ki, bu gün oralarda da başqa yerlərdə də müsəlmanlar var, amma hamısı son 50 ildə, son 40 ildə falan olan hallardır. Yəni həmin dövrdə böyük bir mədəniyyət kökündən qazındı. Səbəbi nə idi? Allah Azza və Cəllə buyurur ki, bir-birinizə çəkişməyin, yoxsa qorxuya qapılarsınız, gücünüz gedər. Təbii ki, müsəlmanların zəifləməsinin, zillətə düşməsinin tək səbəbi bu deyil. Səbəblər çoxdur. Hər hansı bir problem mövcud olduqda səbəb birdən çox olur çox vaxt. Amma çox ciddi səbəblərdən birisi budur. Və Allah Azza və Cəllənin burada əmr etdiyi, müsəlmanlara birlik deyə əmr etdiyi şey, müsəlmanların hamısının eyni istiqamətdə, eyni işləri görməsi, eyni çalışmanı yerinə yetirməsidirmi? Xeyr. Müsəlmanlar fərqli şəkildə çalışa bilərlər. Müsəlmanlar özlərinə görə müəyyən önəmli siyasi müəyyən edib o istiqamətdə cəhdlərini göstərə bilərlər. Fərqli metodlar, fərqli mənhəclər də mənimsəyə bilərlər. Fərqli üslubları da ola bilər. Və bu üslublar, mənhəslər səbəbilə aralarında ixtilaf da eləyə bilərlər. Necə ki fiqhdə ixtilaflar var, amma fiqhdəki ixtilaflarda alimlərimizin yanaşması necədir? Məsələn, bizim məzhəb imamlarımızın, məzhəbdəki böyük alimlərimizin fiqhdəki ixtilaflarda bir-birlərinə qarşı görüşü müdafiə edən müsəlmanlara qarşı mövqeyi necədir? Alimdir, bəlli bir ictihad səviyyəsinə çatır, ictihad eləyir, hökm eləyir. Hökm etdikdən sonra nə deyir? Bu görüşümüz doğrudur. Buna etiqad edir. Amma xəta ehtimalı olan doğrudur. Yəni haqqında açıq dəlil olmayan, vəhiy ilə açıq, heç bir şübhəsiz, dəlalətən qəti dediyimiz bir məsələdə zaten ixtilaf olmaz. İxtilaf olan bir məsələ isə demək ki, bu o qədər açıq deyil. Yəni vəhiydə bu mövzu açıq deyil. Açıq olmayan məsələdə alim ictihad eləyir. Təbii ki, yenə şəriətin prinsiplərindən yola çıxaraq ictihad eləyir və deyir ki, bizim ictihadımız doğrudur. Amma içərisində xəta ehtimalı olan doğrudur. Qarşı tərəfin, digər müsəlmanların ictihadı xətalıdır, amma doğru ehtimalı olan xətadır. Yəni bu o qədər geniş, ümmət düşüncəli, qucaqlayıcı bir mövqe öyrədir ki bizə, necə fiqhdə bu şəkildədirsə, hətta bəzi etiqadi məsələlərin təfsilatında bu şəkildədirsə, eynisini bu gün üsluba, metoda, çalışma tərzinə də tətbiq edə bilərik. Yəni sən etdiyinin doğru olduğuna etiqad edə bilərsən. Yenə xətalı olduğunu da düşünə bilərsən, amma bu düşmənlik səbəbi olmamalıdır. Düşmənlik səbəbi olduğu zaman və
bu praktikada müsəlmanlar arasında soyuqluğa səbəb olduğu zaman Allah qorusun, Allahın rəhməti müsəlmanların üzərindən çəkilir. Və düşünün ki, hal-hazırda son bir əsrdir ki, İslam ümməti bu ayənin təcəllisini bütün yönləri ilə yaşayır. Yəni, çəkişməyin, yoxsa qorxuya qapılarsınız və gücünüz, qüvvətiniz gedər və bu ayə praktikada necə yansıyır, bunu müsəlmanlar son bir əsrdir görürlər. Ümmətin coğrafiyalarının fərqli bölgələrində yaşanan hadisələr bunun göstəricisidir. Və xüsusən belə bir dövrdə yaşayan bir mömin, bir müsəlman heç bir şəkildə din qardaşları ilə düşmənçilik etmə haqqına sahib deyil. Kimisə sevməyə bilərsən, hansısa bir müsəlmanı, amma praktikada aqressiya göstərməyə haqqına sahib deyilsən. Bəlkə də bu danışdığımız məsələlər bir çox dinləyənlər üçün belə gələcək ki, onsuz da bildiyimiz məsələlərdir. Yəni biz İslam'a gələndən 10 ildir, 15 ildir, 20 ildir namaz qılan adamlar bilir ki, müsəlmanlar qardaş olmalıdır. Tamam, bir şeyi bizim bilməyimiz və ya dəfələrlə eşitməyimiz o demək deyil ki, biz bunu tətbiq edirik. Çünki bu gün müsəlmanların tətbiqatına baxdığımız zaman təəssüflər olsun ki, heç bilənlərə oxşamırlar. Bu gün müsəlmanların önündə olan insanların əksəriyyəti parçalayıcı insanlardır. Və təəssüflər olsun ki, möminlər qruplar halında, topluluqlar halında bu insanların arxasıca gedirlər. Bu insanların gündəminə baxsaz, bu parçalayıcı insanların o mömin kütlənin, xitab elədiyi mömin kütlənin müəyyən bir imkanları var. İmkanlar nədir? Vaxtı, malı, enerjisi və digər imkanları. O imkanlarını nə uğrunda səfərbər eləyir? Özü kimi düşünməyən digər müsəlmanlarla mübarizə uğrunda sərf eləyir. Təsəvvür edin ki, bu gün ortaya çıxmış bir çox İslami fəaliyyət, yəni dini çalışma, ortaya çıxma səbəbi olaraq belə başqa bir İslami fəaliyyətlə müqavimət olduğunu açıqdan deyirlər. Yəni biz nə uğrunda çalışırıq? Digərlərini bitirmək uğrunda çalışırıq. Halbuki sən yaşadığın cəmiyyət içərisində neçə faizsən ki? Nə qədər sənin varlığın var? Və bunlar hamısı nəyin səbəbi ilə olur? Bunlar hamısı başqalarının sözlərinin Quran və sünnənin önünə keçirilməsi səbəbi ilə olur. Çünki sıravi bir adam bu qrupların içərisində, bu dağıdıcı, ümməti parçalayıcı qrupların içərisində olan müsəlmanlar o adamları dinləməsəydilər, Quran oxusaydılar, nə görəcəkdilər? Quranda onlarla yerdə Allah-u Teala möminlər qardaşdır, qardaşların arasını düzəldin və bənzəri ayələr görəcəkdilər. Allah Rəsulunun səhih hədislərini oxusaydılar, nə görəcəkdilər? Ey müsəlmanlar qardaş olun, müsəlmanlar bir vücud kimidir, bir yerə ağrıdata, digərlərdə ağrını hiss eləyər. Bunun kimi onlarla hədis görəcəkdilər. Sahabələrə baxsaydılar, buna bənzər şeylər görəcəkdilər. Amma Quranı, sünnəni, sahabənin fəhmini bir kənara atıb, başqa adamların sözləri üzərində düşmənlik qururlar digər müsəlmanlara qarşı. Təbii ki, özlərinə görə bunu dini mətnlərlə əsaslandırdıqlarını düşünürlər. Amma düşünün ki, bu gün elm tələbəsi deyə tanınan insanlar normalda böyük əksəriyyəti müsəlmanların maddi dəstəkləri ilə təhsil alırlar. Müsəlmanların maddi dəstəkləri ilə dəvət aparırlar. Müsəlmanlar niyə maddi dəstək olur bu insanlara? İslami dəvət qüvvətlənsin deyə. Cəmiyyətdə bir münkər daha azalsın deyə, cəmiyyətdə İslam qüvvətlənsin deyə, düzdür? Amma təsəvvür edin ki, müsəlmanların maddiyyatı ilə bu niyyətlə yetişdirilmiş insanlar dəvətin güclənməsindən daha çox dəvətin zəifləməsinə xidmət edirlər. Bu səbəbdəndir ki, müsəlmanlar bir-birinə başı qarışdığına görə həqiqi gündəmlə məşğul ola bilmirlər. Həqiqi gündəm nədir? Yəni müsəlmanların gündəmi nə olmalıdır? Baxın, o dağıdıcı qrupların içərisində olan möminlərin bir çoxunu tanıyırsınız. O adamlarla məsələn soruşsan ki, sən dərdin nədir? Öz müdafiə etdiyi dini mövqeyin adını çəkəcək və deyəcək ki, bu etiqadın yayılması. Bu haqq da ola bilər etiqadı və ya yanlış, bu başqa bir müzakirə mövzusudur. Amma bu nəticədə sənin dindən başa düşdüyündür. Elə vəziyyət gəlir ki, hansısa bir topluluq mənim məqsədim İslamın yayılmasıdır sözün belə işlətmir. Mən müsəlmanam, mənsubiyyətini belə ön plana almır. O alt mənsubiyyətləri müsəlman mənsubiyyətinin də üstünə keçir. Və bütün bunu, yəni bütün bu işlərini möminlər təsəvvür edin ki, hansı cəmiyyətin içərisində yerinə yetirirlər? Böyük əksəriyyətinin axirəti inkar etdiyi, Allaha açıqdan üsyan etdiyi, Allahın bütün qadağalarının açıqdan gizlədilmədən fəxr edilərək yerinə yetirildiyi bir cəmiyyətin içərisində eləyirlər. Bunun bu şəkildə edilməsi çox qeyri-adi bir hikmətsizlikdir. Çox qeyri-adi bir haldır. Yəni sən az bir kütlə içərisində çox detal, təfsilatlı mövzular üzərində bir-birini qırarkən, başqaları toplu şəkildə sizi necə bitirəcəklərinin planını qururlar. Amma sənin dərdin nədir? Mən bunu bitirim. Və belə adamlar, belə dağıdıcı adamlar, baxın, normal bir Quran və sünnə şuuru ilə baxan müsəlman necə olar? Məsələn, hər bir müsəlman gənci, bir müsəlman kişini ən çox narahat eləyən cəmiyyətdəki açıq-saçıqlıqdır.
Sən stres içərisində gəzirsən bu cəmiyyətdə. Davamlı müdafiə olunmaq ehtiyacındasan. Düzdür? Belə bir ortam içərisində təsəttürlü bir xanımın görülməsi normal bir müsəlman nəzəri ilə sevindirici bir şeydir. Düzdür? Və ya bu qədər içkili restoranların, satış yerlərinin olduğu bir yerdə içkisiz halal dairəsində İslami olduğunu da zahirə vuraraq bir restoran görsə normal bir müsəlman nə edir? Sevinər. Elhamdülillah, bax içkisiz obyektlər var, təsəttürlü xanımlar var, filan yerdə namaz otağı var. Buna sevinər, düzdür? Amma düşünün ki, dağıdıcı qrupların içərisində olan adamlar öz qrupu xaricində digər qrupların atdığı heç bir addıma sevinməzlər. Başqa qrupdan olan birisi restoran açsa, boykotu öncə bunları eləyər ki, bu ayaqda qala bilməsin onlar. Amma normal ağlı başında müsəlman heç etiqadını belə araşdırmaz. İçkisiz bir yer açılıb, namaz otağı olan bir yer var, dəstək olaq ki, ayaqda qalsınlar. Normal bir müsəlman təsəttürlüyünü görüb sevinər. Bunlar özləri kimi düşünməyən təsəttürlünü qəbul etməzlər. Bax, belə yanaşdıqlarına görə bu gün ümmət olaraq bizim halımız budur. Bu, yaşadığın cəmiyyət üzərindən məsələni dəyərləndirməkdir. Bir də ümmət nəzərindən məsələni dəyərləndirmək. Ümmət nəzərindən məsələni dəyərləndirdikdə bir müsəlmanın önündəki səhnə nədir? Sənin bir əsrdir ki, ümmət olaraq vahid idarə sistemin yoxdur. Bir əsrdir ki, müsəlmanlar parça-parçadılar. Bir əsrdir ki, bir əsrdən də çoxdur ki, müsəlmanların torpaqları işğalçılar tərəfindən işğal edilib. Müsəlmanların sərvətləri talanır və müsəlmanların yaşadığı torpaqlar bu gün ən çox insan qətliamı olan ərazilərdir. Son 30 ildə dünyanın bütün qanlı bölgələrinə baxsaz, daha çox müsəlmanların yaşadığı ərazilərdir və son 2 ildə gördüyümüz mənzərələr. Təsəvvür eləyin ki, bu dağıdıcı qruplarda olan adamlar, elm tələbələri, xüsusən ki, avam cəmaatı demirəm, hansısa bir bölgədə öldürülən müsəlmanları gördükdə, ağlayan, təsəttürlü, övladının cəsədi qarşısında ağlayan təsəttürlü xanımlar gördükdə, bunların videolarını paylaşırlar ki, biz bu vəziyyətdəyik. Amma halbuki böyük ehtimal, böyük ölçüdə orada yaşayan müsəlmanlar sənin kimi düşünmürlər. Etiqadi, fiqhi, təfsilatına getsən, sənin mənhəcində, sənin üslubunda deyirlər. Sən orada ölümünə ağladığın müsəlmanları burada olsa öldürmək istəyirsən. Ən azı bir şəkildə ona qarşı düşmənlik sərgiləyirsən. Burada düşmənlik sərgilədiyin adama, düşmənlik necə olur? Salam vermirsən, iqtisadi olaraq çökməsinə çalışırsan, xeyrində, şərrində iştirak eləmirsən, düzdür? Bu şəkildə münasibət göstərdiyin bir müsəlman eyni düşüncədə olan başqa bölgədəki müsəlman öldürülür deyə ağlayırsan. Nə qədər səmimisən bu şeydə. Onun üçün ümmət olaraq hal-hazırdakı bu yaşadığımız zillət etdiklərimizin təbii nəticəsidir. Və bir Allahdan qorxan, hesaba çəkiləcəyini bilən bir müsəlman olaraq bizim üzərimizdəki vəzifə nədir? Ola bilər ki, müsəlmanlar bu gün parça-parça olsun. Ən azından mənim fərd olaraq bunda rolum olmasın. Çünki Allah hər birimizi fərd olaraq hesaba çəkəcək. Mən nəyi bacarıram? Mən ümmət çapında nəyisə düzəltmə imkanına sahib deyiləm. Amma buradakı müsəlmanlara qarşı xoş davranma imkanına sahibəm. Etiqadını araşdırmadan ümumi mömin kimliyini ortaya qoyan insanlara qarşı xoş münasibət göstərərəm. Məsciddə gördüyüm insanlara qarşı gülər üzlə davranıram, salam verərəm. Şərt deyil o müsəlmanların hamısı ilə ortaq çalışmanın içərisində olur. Bu zaten mümkün deyil, doğru da deyil. Amma bir müsəlman hər hansı bir ticari iş gördükdə ona dəstək olmağa çalış. Bir müsəlman cənazəsi olduqda imkan olduqca get qatıl. Xəstəsi olduqda yardım et. Bunun kimi işlər var ki, vəzifələr var ki, Allah Azza və Cəllə bunlardan bizi məsul tutacaq. Bu səbəbdən də düşünə bilərik ki, başqaları bizə qarşı mənfi davranır. Çünki baxın qardaşlar, dağıdıcı qruplar var da, davamlı bir-birlə savaş halında olan. İki zid qütb düşünün. Mən ad çəkmirəm burada. Bu düşüncədə olanlarla bu düşüncədə olan bir-birlərinə qarşı düşməndirlər. Bir də bu iki topluluğun içində ən çox düşmən olduqları kimdir? Bu topluluğa etiqad olaraq eyni şeyi mənimsəyən, amma dağıdıcı olmayanlar ən çox düşmən olduqlarıdır. Eyni şey bu biri tərəfində keçərlidir. Baxın, hər hansı bir topluluq düşünün, özlərə məxsus bir etiqadları var, mənimsədikləri bir yol var. Bunlarla etiqadi və fiqhi olaraq %90 eyni düşünən, sadəcə bunlar kimi parçalayıcı olmayan, ümmət qardaşlığını müdafiə edənlər bunların ən böyük düşməni olur. Ən çox salamı kəsin, bu insanlardan uzaq durun dedikləri də bunlar olur. Və bu insanları özləri arasında necə təqdim edirlər? Bunların etiqadi həssasiyyəti yoxdur deyə təqdim edirlər. Məsələ etiqad həssasiyyəti isə etiqadın zirvəsi tövhid və axirət məsələsidir. Sənin nə qədər etiqad həssasiyyətin olduğunu elə buradan görünür. Etiqad həssasiyyəti olan insan göz görə-görə cəhənnəmə gedən bu topluluğu qurtarmaq üçün çalışır. Bunun üzərinə bir
çox şey demək olar və ibrət çıxarmağımız adına qeyd edək. Abdullah ibn Abbasa radiyallahu anh ona nisbət olunan bir söz var. Müsəlmanda olması gerəkən şuur baxımından örnək olaraq deyirik. Deyir ki, mən hər hansı bir ayə oxuduqda, yəni Quran oxuduqda, hər hansı bir ayə oxuduqda kaş bütün müsəlmanlar mənim başa düşdüyümü başa düşərdi deyə Allahdan istəyirəm. Yəni bunu arzu eləyirəm. Çünki Abdullah ibn Abbas bilirsiniz ki, sahabə içərisində təfsiri ən yaxşı bilən adamlardan birisi idi və Quranı yaxşı başa düşən bir müsəlmanın arzuladığı nədir? Çünki normalda bir müsəlman özü üçün arzuladığını din qardaşları üçün də arzulamalıdır. Və ən çox arzulanan şey nədir? Allahın kitabını anlamaq. Və İbn Abbas da deyir ki, Qurandan bir ayə oxuduğum zaman kaş digər müsəlmanlar da mənim başa düşdüyümü başa düşərdilər deyə təmənni edirəm. İkincisi, müsəlmanların yaşadığı torpaqlardan hər hansı birisində bir idarəçinin ədaləti bərqərar etdiyini, ədalətlə hökm etdiyini eşitdikdə sevinirəm. Bu necə bir baxış açısıdır? Bu Quran və sünnə üzərindən baxış açısıdır ki, müsəlmanın mənimsədiyi sərhədlər etiqadının sərhədləridir. İmperialistlərin onlar üçün təqdim etdiyi sərhədlər deyil. Yəni mənim sərhədlərim daxilində hər şey yaxşı olsun, kənarda nə olursa olsun, belə deyil. Müsəlmanın baxış tərzi necədir? Müsəlman coğrafiyasını davamlı izləyər və hər hansı bir yerdə müsbət bir nəticə olduqda buna sevinər. İbn Abbasın dediyi budur. Üçüncü olaraq deyir ki, müsəlmanların yaşadığı torpaqlardan hər hansı birisinə yağışın yağdığını eşitdikdə sevinirəm. Halbuki orada nə əkin sahəm var, nə də otlayan heyvanlarım. Yəni normalda xüsusən isti iqlimlər üçün düşünün, yağış necə bir rəhmətdir və əkini olan, heyvanı olan adamlar üçün necə bir rəhmətdir. Və deyir, eşidirəm ki, bir bölgəyə yağış yağıb sevinirəm deyir. Niyə? Çünki orada müsəlmanlar yaşayır. Amma halbuki orada heç bir mənfəətim yoxdur mənim. Normal müsəlmanda olması gerəkən şuuru burada İbn Abbas bizə çatdırır. Digər bir ibrət də, dəyərli qardaşlar, Ömər ibn Xattab radiyallahu anh xilafəti zamanında bəlkə də bir çoxunuzun eşitdiyi bir hadisədir. Oğlu Abdullah ibn Ömərə İslam ordusu içərisində yer alan, savaşlara qatılan adamlara dövlətdən, büdcədən bəlli bir maaş ayrılırdı. Oğlu Abdullah ibn Ömərə deyək ki, 3000 dirhəm maaş ayırır, təqribi bir rəqəm olaraq deyək. Usama bin Zeydə isə 3500 dirhəm ayırır. Yəni öz oğluna ayırdığından biraz daha çox pul ayırır, maaş ayırır. Usama bin Zeyd də Zeyd bin Harisənin oğludur. Zeyd bin Harisə də Allah Rəsulunun yəni ilk iman edən dördlükdə olan, ən yaxında olan, sonra Mutə savaşında şəhid olan bir sahabədir. Usama bin Zeydi də Allah Rəsulu çox sevirdi. Və İbn Ömər atasından soruşur bunu. Deyir ki, Usamaya məndən çox pul ayırmağın səbəbi nədir? Yəni etiraz etmirəm. Sadəcə soruşur ki, bəlkə bir qüsurumuz var. Yəni ikimiz də eyni işi görürük, amma ona məndən çox pul ayırırsan. Halbuki mən Allah Rəsulu zamanında da savaşlara qatılırdım. O qatılmamışdı amma. Ömər ibn Xattab radiyallahu anh deyir ki, oğlum, çünki Allah Rəsulu Usamənin atasını sənin atandan, Usaməni də səndən çox sevirdi. Baxın, Həzrət Ömərin böyüklüyüdür ki, burada biz nəyi görmüş oluruq? Həzrət Ömər nə deyir? Allah Rəsulunun sevdiyini öz sevdiyimə tərcih edirəm. Allah Rəsulu onun atasını, yəni Zeyd bin Harisəni sənin atandan, yəni Ömərdən çox sevirdi. Usaməni də səndən çox sevirdi. Allah Rəsulunun sevdiyini öz sevdiyimə tərcih edirəm. Əslində burada əsas ibrət tərəfi nədir? Müsəlmanlar arasındakı qardaşlığı ən çox pozan şey kin və həsəddir. Həzrət Ömərdə bunun olmadığını bu rəvayət üzərindən görürük. Və bir hadisəni də inşallah qeyd edeyim, bitirim. Əhməd bin Həmbal Müsnəddə rəvayət eləyir. Ənəs bin Malik radiyallahu anh deyir ki, bir gün Allah Rəsulu sallallahu əleyhi və səlləm məsciddə bir qrup sahabə ilə oturarkən dedi ki, indi içəri, yəni bir zaman sonra içəri cənnət əhlini olan bir adam girəcək. Və bir sahabə içəri girdi, çox tanımadığımız birisi, bir adam içəri girdi. Üzərindən dəstəmə sular axır, tərliyi əlində və bu hadisə 3 gün davam etdi. Yəni cənnət əhlindən bir adam girəcək və adam içəri girdi. Sonra Abdullah ibn Amr ibn As, başqa hədislərdən də bilir ki, ibadətə düşkünlüklə tanınan bir gənc sahabədir. Daha uşaq yaşda birisidir, amma çox ibadətə düşkün birisidir. Və deyir, öz-özümə dedim ki, mən bunun səbəbini öyrənəcəm. Çünki sahabə nəzərlə düşünür. Ümumiyyətlə, normal bir müsəlman hər hansı bir səninlə oturub duran, gördüyün bir adam haqqında açıq dəlillə bunun cənnətlik olduğunu bilsə, adam həqiqətən başqa bir ab-havaya düşər. Filankəs cənnətlikdir, filankəs cənnət əhlidir. Və sahabə düşüncəsi də bu adam cənnət əhlidir. Allah Rəsulu bunun üçün bu sözü deyib. Abdullah ibn Amr bin As deyir ki, getdim bu adamın yanına və deyir ki, atamla çəkişdim, aramda problem oldu. Məni bir müddət evində misafir saxlayarsan. Adam deyir ki, gəl, tək yaşayırmış və deyir 3 gün bununla qaldım. Baxdım ki, normal müsəlmanların etdiyinin üzərinə qeyri-adi bir əməli yoxdur. Hamı kimi ibadətlərini eləyir, zikirlərini eləyir, normal. Yəni Abdullah nə etmək istəyir burada? Cənnətə getmə səbəbini tapmaq istəyir ki, biz də namaz qılırıq, biz də sünnələr qılırıq, biz də zikirlər eləyirik. Bu nəsə ayrı bir şey eləyir və axırda tapa bilmir qeyri-adi bir səbəb və 3 günün sonunda deyir ki, Allah Rəsulu səni cənnətlə müjdələdi. Adam çox sevinir buna və deyir, mən bunun səbəbini öyrənmək üçün gəlmişdim. Amma baxdım ki, səndə qeyri-adi bir hal yoxdur. Adam da deyir ki, gördüyün kimidir, yəni mən bilmirəm nə məsələdir. Və Abdullah gedərkən deyir ki, dayan, ola bilər ki, bundan olsun deyir. Mənim qəlbimdə müsəlmanlara qarşı kin və həsəd yoxdur. Və Abdullah deyir ki, səbəb budur deyir.
ki, Allah Rasulunun cənnət müjdəsinin səbəbi bu idi. Bu səbəbdən qardaşlar, biz başqa müsəlmanlarla ayrı düşünə bilərik, ixtilaf eləyə bilərik, çalışma üslubu olaraq tərzlərini bəyənməyə bilərik, ədəbli çərçivədə, mədəni çərçivədə tənqid də eləyə bilərik. Öz aramızda ixtilafın ədəbinə uyaraq müzakirələr də eləyə bilərik, amma müsəlmanlara qarşı kin bəsləməməliyik və Allah Azza və Cəllənin kitabında bizə öyrətdiyi şəkildə dua eləyərək deyirik ki, ey Rəbbimiz bizi və bizdən öncə iman edən qardaşlarımızı bağışla və iman edənlərə qarşı qəlblərimizdə kin saxlama. Elhamdülillahi Rabbil alemin.